Hər kəsə salam uşaqlar. Biz bugün final oynayacağıq. FC Mobile'da İngiltərəyə qarşı Argentina oynayacağıq. Və baxaq görək bu kuboku kim qazanacaq. Amma burada doğrucu kubok deyil. World Kubun. Burada FC Mobile World Kubudur. Şimdi göstereceğim size. Şimdi başlasın. Gez başlıyor. Geçtik. Bakın böyle. Şimdi başladık. Bence Argentina derim. İngiltere kazanacak yani ben. Çünkü ben İngiltere'nin. Ben Messi'nin tarafında değilim. Başladı. Oydu. Burada ancak İngiltere'nin azarkeşlerden yok. Biraz burada biraz var ama burada ama İngiltere'nin azarkeşler ama birazdan Argentina Bukayo Saka neyse pasını verdi Bukayo Saka offside. Hemen spiker olacağım. Spiker Arif Adiyev. Ben spikerim. Spikerliği geçirdim ben. Ben de Pickford. Top götürüp pasını verdi. Konsa ilerliyor. Konsa pas verdi. Rice ilerliyor. Rice ilerliyor. Zerbe'ye getireceğimi Zerbe'ye getirir. Ay. Kapının yanından geçir top. Şimdi Martinez rahatsızdı bu Bellingham. Kane ilerliyor. Kane yapışaldı geçti. Kane Zerbe'ye getirir. Gol. Müthəşəm gol Harry Kane'den ve 1-0 şotu. İngiltere 1, Argentina 0. Depo ilerliyor. Depo pasını verdi. Alvarez'e vur Anderson ilerliyor. Anderson yaxşı keçdi burada. Anderson Zerbe'ni getirir. Rakiçi mi gol? Anderson 2-0 25. dakikada. Bu ne raketiydi. Anderson'dan gözlemezdim böyle gol. Şimdi Messi pasını verdi McAllister. Var yaxşı götürdü orada. Daldan Declan Rice yaxşı keçdi. Declan Rice Zerbe'ni yetirir. Yine yok. Böyle uzaklaştırdı topu kalktı buradan ve Konsa topa çattı. Aldattı ama sonra James'e verdi. James kapçı verdi. Pickford uzaklaştırdı topu. Pickford da ye ama burada rekabet geçmişti. Bellingham yine rekabet geçir. Təəssüf. Depo ilerliyor ve pası verdi. Ay. Anderson ilerliyor. Pasını verdi Bellingham'a. Bellingham ilerliyor. Bellingham.
Necə vurulmadı bu qolu? Ne bu kadar Saka? Verdi. Zərbə. Ay, 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 ay. Bunu da qaçırtdılar. Çox lazım idi. Çox lazım idi bu gol. İngiltərə. Və üzr istəyirəm, birinci time bitdi, ikinci time başladı. Bəli, McAllister, Fernandes, Sol, Bellingham götürür topu. Bellingham, aldadır keçir, zərbəni yetir. Gol! 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 Yoxsuz, bəli. 49-cu dəqiqədə Jude Bellingham gol vurur və 3-0 eləyir şotu. Oy oy oy. Bu golu Jude Bellingham bu golu İngiltərə qazandırır. İndi Kane-dir. Kane yaxşı pasını verdi. Bellingham yenə zərbə. Yenə üstdən keçdim. Dəyişmələr olacaqmı? Bəli, olacaq. Konsa burada danışamayacağım da. Bəli, top çıxdı. Oyuncular dəyişmək oldu. Molina bastırdı. Oy, ama burada Kane'e gəlib çatdı. Kane zərbəni. Yenə üstdən keçir. Martinez uzaqlaşdırdı topu. Pas. Anderson oğlar top. Yenə Anderson irəliyir. Keçdi, aldadı keçir. Qol vuracaqmı? Ay ay ay. Hamı necə gözləyirdi bu 4-cü qolu. Amma Andersona qoymadılar. Vartonun yerinə Anderson, yox, üzr istəyirəm. Andersonun yerinə Varton gələcək. O'Reilly gelir. O'Reilly zərbəni yetirəcəkmi? Üstüne vurdun qapıcı zərbə yenə. Offside. Bakın təkrar necə buradan vurdu. O'Reilly dirəyə dəydi. Sonra Gordon vurdu. Martinez tuttu. Sonra Kane vurdu deyəsən bunu. Bəli. Sonra olmadı. Gol. Offside'dan. Martinez yenə uzaqlaşdırır topu. Heç pas vermədən ancaq uzaqlaşdırır, ona görə. Bunda Bellingham gedir. Bellingham. Bu nə zərbəcə. Bunlar raket idi amma hələ də gol deyil. Və 4 dəqiqə artırma veriblər. Palmer gedir. Palmer axırıncı dəqiqədə bəlkə vura bildi. Bəlkə vura biləcəkmi? Palmer axırıncı dəqiqədə vura biləcəkmi? Gol! Gol! Colt Palmer golunu vurur. Və 4-0 və bitti oyun. Bitti oyun. Galip İngiltere. O kubok İngiltere'nin oldu. Ay, o boyda əziyyət çəkib İngiltere o boyda qol vurur və bu kuboku İngiltere qazanır. Çox maraqlı oyun getmişdi. Çox qollar görmüşdük. Maraqlı hissələr görmüşdük. Amma hələ də İngiltere əziyyət çəkib bu kuboku qazandılar. Və inşallah gələn ildə İngiltere qazanacaq.
Ya deyirlər ki, gələn dəfə ya İngiltərə ilə Portuqaliya olacaq, ya da İngiltərə ilə Braziliya olacaq. Yox, Braziliya deməmişlər, demişlər, Ukrayna olacaq. Və sağ olun, çempion, Engolun, 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 Engolun. Və sağ olun. İndi dayandıracaq videonu buradan. Və sağ olun yenə də.